9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Qaxda silsilə tədbirlər keçirilib. Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə məktəb şagirdləri, müəllim və valideynlər iştirak edib. Tədbir Qax rayon 2 saylı məktəb liseyində və Qum kənd məktəbində təşkil olunub. Tədbirdə Milli Bayraq Günü münasibəti ilə şagirdlər tərəfindən vətənpərvər şeirlər, mahnılar və kompozisiyalar səsləndirilib. Anaların gözlərindən qanlı yaşı siləsiyəm. İnan mənə, əbədisən, ey bəşərin haqq bayrağı, batan, çıxan günəşimsən. Tədbirimiz ucal bayrağım, bayrağım mənim, şərəfim mənim devizi altında keçirilib. Gördüyünüz kimi çox şagirdlərimiz özlərinin necə vətənpərvər olduqlarını, bayrağı sevdiklərini, özlərində olan bayrağa olan sevgisini bir daha nümayiş elətdirdilər. Qum kənd Zakir Müslümov adına məktəbdə də Bayraq Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə məktəb kollektivi, kənd icra nümayəndəliyi və kənd veteranları iştirak edib. Burada da şagirdlər Milli Bayraq Gününə həsr olunan şeir və vətənpərvər mahnılar oxuyublar. Şagirdlərimizin hərbi vətənpərvərlik tərbiyəsində daha çox diqqət yetirilir. Bugünkü 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən bu tədbir bu istiqamətdə keçirilən silsilə tədbirlərdən biridir. Havva Qurbanqızı, Mübariz Məmmədov, Qax.